Bismillahirrahmanirrahim. Qardaşlar, burada rəqəmləri görürsünüz də. Əslində bu Bismillahirrahmanirrahimdir. İndi gəlin baxaq görək həqiqətən bu Bismillahirrahmanirrahimdirmi? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmləri əslində Bismillahirrahmanirrahimdirmi? Gəlin baxaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed ve al Muhammed. O Bismillahirrahmanirrahim bu cür yazılır. Bismillahirrahmanirrahim. Yazılış bu cür. İndi biz burada oxunan kəlmələrə baxsaq. Məsələn, B hərfi kəlmə deyil. Hərif-i cərdir, şəkilçi kimi gedir, lalə şəkilçisini bildirir. İsim kəlmədir, Allah kəlmədir, Ər-Rahman kəlmədir, bir də Ər-Rahim kəlmədir. Biz əgər bunların əsas oxunan hərflərinə baxsaq, Y hərfi oxunmur. Məsələn, ləm hərfləri oxunmur. Ər-Rahman kəlməsində əslində 2 dənə əlif, ləm, ra var. Bunları bir dənə də məsələn yazıb hər ikisinə əlavə sanki eləmək olur. Yəni əlif, ləm, ra həm Ər-Rahman, həm də Ər-Rahim kəlməsinə şamil eləmək olar. Yəni buradakı Ər-Ra kəlməsini silsək, yenə Ər-Rahman və Ər-Rahim kəlmələri oxunur. Yəni əlif, ləm, ra hər Rahman, həm də Rahim kəlmələrinə aid edilə bilir. Təşdid bilirsiniz ki, əsas hərfin özündən deyil. Elə isə gəlin baxaq görək. İndi bunu rəqəmlə yazsaq 0, 1, 2, 3, 4, 5, 6 və 7, 8 və 9'u görürük. Deyirsiniz ki, bu 6'dır. Yəni sanki yıxılmış 9'dur. Fikir verin, məsələn, bu cür baxanda artıq 9'dur. İndi biz bunlara diqqətlə baxanda görürük ki, B hərfi yazılmayıb. Amma sanki B-nin əsas B-ni ifadə edən nöqtəsi yazılıb. Halbuki 0'dır. 3 xət görürük. 1'in xətləri və 2'nin xətti sanki sin hərfidir. Mim hərfi əslində 2 rəqəminin quyruğudur. 3 rəqəmi sanki Allah kəlməsidir. Deyirsiniz, burada nə üçün əlif görsənmir? Allah kəlməsində əsas kök ləm, ləm və hə hərfidir. Nə üçün? Çünki lillahi olur. Elhamdülillahi. Lillah yəni Allaha məxsusdur. Ləm, ləm, hə hərfləri Allah kəlməsinin əsas kök hərfləridir. Çünki elhamdülillahi kəlməsində görürsünüzmü? Hərf, əlif hərfi olmur. Çünki kök ləm, ləm və hə hərfləridir. Görürsünüz, artıq bu burada yoxdur. Məsələn, hə hərfi amma əslində 4 rəqəmidir. Bismillahi kəlməsində sanki burada kəsrə görsənir. Yəni bu oxşatmadır da. Sonra əlif hərfi və ra hərfi. Ləm hərfi görsənir də demək olar, burada görsənmir də demək ola bilər. Ləm hərfi oxunmayan hərfdir. İndi deyirsiniz ki, onda Allah kəlməsində də bu ləm oxunmur. Allah kəlməsinin bu özündəndir, amma Ər-Rahman kəlməsində, bu Ər-Rahman kəlməsində əliflə ləm özündən deyil. Əlif ona görə oxunur ki, Ər-Rahman kəlməsində artıq biz desək ki, bismi, biz desək ki, isim, Allah, Ər-Rahman, Ər-Rahim, onda görürsünüz əlif oxunur, amma ləm oxunmur.
Sanki bütün oxunmayan hərflər yazılmayıb, bütün oxunan hərflər yazılıb. Sin, mim, Allah kəlməsinin kök hərfləri ləm, ləm və hə. Ər-Rəhman kəlməsində mütləq oxunacaq olan əlif və ra və ha və mim və nun. Məsələn, Ər-Rahim kəlməsində yenə qadirək bura əlif, ra, ha və mim. Y hərfi nə üçün burada yoxdur, oxunmur. Bunu, məsələn, bu oxşatma da demək olar ki, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərinin oxşatması da deyə bilərsiniz ki, bu ancaq bir sənin təxəyyülünü oxşadırsan. Amma əslində mən belə deyərdim ki, mənim təxəyyülümdən daha çox bu bir Quran-ı Kərimin bir sirridir. Yəni Allah Teala bu insanlara rəqəmsal sistemi, buna 1, buna 2-ni, buna 3-ü, buna 4-ü vermək üçün insanların müxtəlif dövrlərdə insanlara bunun beyninə salıb da, hər bir iş görülürsə, hansısa bir əlifba, hansısa bir rəqəmsal sistem kəşf olunubsa dünyada, bunun kökü Allahdır da, Allah Teala salıb insanların qəlbinə. Məsələn, 2 ola bilərdi ki, belə ola bilməzdi. Hətta bu 2-ni tutaq ki, heç bir, məsələn, dinlə əlaqəsi olmayan bir alim bunu deyibsə ki, bu 2 bu cür olacaq. Amma bunu Allah bilirdi də, bunun qəlbinə Allah salıb. Bunun min illərlə bu 2-ni, 1-i, 3-ü, 4-ü, 5-i bu cür olacağını Allah Teala insanlara qoruyub, saxlayıb onların beynində. Yəni, əsas hər bir şeyin axı səbəbkarı Allahdır. Fikir verin, bu da məncə bu 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-un Bismillahirrahmanirrahimin oxunan hərflərində görsənməyi mənim fikrimcə bir oxşatma deyil. Yəni, mən bunu oxşatma olaraq fikirləşmirəm. Məncə bu elə əvvəlcədən Allah tərəfindən insanların beyninə yerləşdirilib, görürsünüz, hamısı ardıcıl olaraq gəldi. Amma siz necə istəsəz o cür qəbul edə bilərsiniz.